Daxili İşlər Nazirliyi Bakıda Şadlıq evinin qarşısında yaşanan hadisə ilə bağlı az öncə vacib bir açıqlama yayıbdı. Sosial şəbəkələrdə yayılan görüntüləri də izləyirsiniz. Hadisə yerinə çoxlu sayda polis əməkdaşları gəlibdi. Bəs nə baş veribdi? Az sonra deyəcəm. Öncə xahiş edirəm videonu bəyənin, paylaşın, səhifəmizə takib atın ki, məlumatlarımız hər kəsin qarşısına çıxsın. Həmçinin videolarımızın üzərində reklam yerləşdirə bilərsiniz. Minlərlə insan sizin məhsulunuzu görüb ala bilər. Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, paytaxtın Xətai rayonu Babək prospektində yerləşən restoranın qarşısındakı insidentə polis əməkdaşları müdaxilə edibdi. Nəticədə 5 nəfər sərxoş şəxs saxlanılıbdı. İlkin araşdırma zamanı həmin şəxslərin həddindən artıq sərxoş olmaları səbəbindən dindirilmələri mümkün olmayıbdı, amma hadisə ilə bağlı araşdırmalar davam edir. Qeyd edim ki, bu görüntülər sosial şəbəkələrdə yayılıbdı. Yəqin ki, restoranda yeyib içən şəxslər, toydan çıxan şəxslər bir-birləri ilə dava ediblər. Hər halda ən düzgününü polis əməkdaşları araşdırıb üzə çıxaracaqlar. Bəyənin, paylaşın.